Salam, gəlin bir anlıq düşünək, xəritəyə baxanda adətən nə görürük? Yollar, şəhərlər, ölkələr, elə deyil. Amma mən sizə desəm ki, hər bir xəritə əslində açılmağını gözləyən bir məlumat xəzinəsidir. Gəlin elə bugün birlikdə xəritələrin dərinliklərinə enək və görək, onların bizə danışmaq istədiyi gizli hekayələr nələrdir? Xəritə sadəcə bir şəkildir. İlk baxışda sual çox bəsit görünür, düzdür? Deyərik ki, xəritə sadəcə bir məkanın təsviridir. Amma bu, hekayənin sadəcə görünən tərəfidir. O, təkcə coğrafi məkanı yox, həm də o məkanın içində gizlənən hekayələri, əlaqələri, hətta həqiqətləri belə göstərir. Bəli, bax bu daha doğru tərifdir. Əgər biz düzgün sualları versək, xəritə birdən-birə müxtəlif prosesləri təhlil etmək, müqayisələr aparmaq və nəticələr çıxarmaq üçün inanılmaz güclü bir alətə çevrilir. Gəlin elə bu təhlilin 3 əsas üsulunu birlikdə kəşf edək. Yaxşı, başlayaq birincidən gözün gücü, yəni vizual təhlil. Əslində bu, hamımızın təbii olaraq etdiyi bir şeydir də, yəni sadəcə xəritəyə baxırıq və gördüklərimizi anlamağa çalışırıq. Deməli, vizual təhlil nədir? Çox sadə. Biz sadəcə gözümüzlə xəritədəki obyektlərin necə paylandığına baxırıq. Harada sıxlıq var, harada seyrəklik. Bəlkə onlar arasında hansısa bir qanuna uyğunluq var. Məsələn, tutaq ki, bir əhali xəritəsinə baxırıq. Elə bir anın içində hansı rayonların daha sıx, hansıların daha seyrək məskunlaşdığını dərhal görürük, elə deyilmi? Amma bəzən standart xəritə kifayət eləmir. Yaxşı, bəs əgər görmək istədiyimiz şey sadəcə ərazi deyilsə, əgər biz tamamilə fərqli bir hekayəni, məsələn, əhali hekayəsini görmək istəyiriksə, onda necə? Bax, o zaman standart xəritələr bizi çaşdıra, hətta yanılda bilər. Gəlin bir misala baxaq. Əraziyə görə Kanada bir nəhəngdir. Adi bir dünya xəritəsini gözünüzün önünə gətirin. Sahəsinə görə Kanada dünyanın ən böyük ölkələrindən biridir. Düzdür? Geniş torpaqları ilə həqiqətən də göz qamaşdırır. Amma gəlin indi baxış bucağımızı dəyişək. Və indi əhaliyə görə tamamilə fərqli bir mənzərə ortaya çıxır. Baxın, eyni dünyaya bu dəfə əhali sayına görə baxanda Hindistan birdən-birə nəhəngləşir, Kanada isə sanki kiçilib yox olur. Bu necə ola bilər? Axı coğrafi reallıqla bu təsvir arasında bu qədər fərq olmamalıdır. Bax, bunun adı anamorfoz xəritədir. Yəni, burada ölkələrin sahəsi coğrafi ölçüyə görə yox, müəyyən bir göstəriciyə, bizim misalımızda əhali sayına görə göstərilir. Gəlin, rəqəmlərə baxaq, hər şey aydın olacaq. Kanadanın sahəsi təxminən 10 milyon kvadrat kilometr, Hindistanınki isə cəmi 3,3 milyon. Amma əhaliyə gələndə, Hindistan 1,4 milyarddan çox əhalisi ilə Kanadanı təxminən 35 dəfə üstələyir. İnanılmazdır, deyilmi? Bax, bu xəritə də məhz bu heyrətamiz fərqi bir baxışda anlamamıza kömək edir. Bir başqa heyrətamiz misal, əhali xəritəsində Banqladeş, ondan sahəcə qat-qat böyük olan Argentina, Polşa və Əlcəzairin cəmindən daha böyük görünür. Bu, anamorfoz xəritələrin rəqəmlərin quru dilini necə canlı və təsirli bir vizual hekayəyə çevirdiyini mükəmməl göstərir. 175 milyonluq əhalisi ilə Banqladeş sanki xəritədə öz coğrafi sərhədlərini aşıb keçir. Yaxşı, vizual təhlil çox təsirlidir, bunu gördük. Amma bəzən təkcə görmək kifayət etmir. Bizə daha dəqiq, konkret rəqəmlər lazım olur. Elə burada da ikinci təhlil üsulu dövrəyə girir. Riyazi təhlil. Gəlin görək rəqəmlər bizə nə deyir? Deməli, riyazi təhlilin özünün də iki əsas forması var. Biri kartometrik təhlil, digəri isə qrafik təhlil. Hər ikisinin də məqsədi xəritədəki məlumatları ölçüb biçmək və onlardan konkret nəticələr çıxarmaqdır. Gəlin fərqlərinə baxaq. Kartometrik təhlil, sadə dildə desək, sanki əlimizə bir xəttkeş alıb, xəritə üzərində ölçmə aparmaq kimidir. Məsafələri, sahələri, hündürlükləri birbaşa xəritədən hesablayırıq. Qrafik təhlil isə bir sonraki mərhələdir. Həmin o hesabladığımız rəqəmləri götürüb diaqramlara, qrafiklərə çeviririk ki, müqayisə etmək, ümumi mənzərəni görmək daha asan olsun. Məsələn, tutaq ki, əlinizdə miqyası 1/50.000 olan bir xəritə var. İki nöqtə arasını xəttkeşlə ölçürsünüz, görürsünüz ki, 5 santimetrdir. Bu nə deməkdir? Bu o deməkdir ki, xəritədəki hər bir santimetri real həyatda 50.000 santimetrə, yəni yarım kilometrə bərabərdir. Sadəcə 5-i yarım kilometrə vurursunuz və budur, real məsafənin 2,5 kilometr olduğunu dərhal tapırsınız. Bax, bu qədər sadə, amma bir o qədər də dəqiq. Vizual və riyazi təhlil əsrlərdir ki, istifadə olunur. Yaxşı, bəs müasir dövrdə, texnologiya əsrində vəziyyət necədir? Texnologiyanın bu sahəyə toxunuşu nələri dəyişib? Gəlin indi ən güclü və müasir təhlil üsuluna rəqəmsal təhlilə keçid alaq. Rəqəmsal təhlil nədir?
Bu artıq söhbətin kağız xəritələrdən getməməsi deməkdir. Söhbət kompüterlərimizdə, smartfonlarımızda olan interaktiv, canlı məlumat bazalarından gedir. Yəni, biz informasiya texnologiyalarından istifadə edərək coğrafi məlumatları rəqəmsal formatda toplayır, saxlayır və təhlil edirik. Bu, artıq müasir coğrafi tədqiqatların ayrılmaz bir hissəsidir. Gəlin bir anlıq təsəvvür edək. Qarşınızda Azərbaycanın interaktiv, rəqəmsal əhali xəritəsi açıqdır. Amma unutmayın, bu sadəcə bir şəkil deyil, bu məlumatlarla dolu canlı, nəfəs alan bir sistemdir. Məsələn, siz mausun bir kliki ilə hər hansı bir bölgənin üzərinə toxunursunuz və o an nə baş verir? Ekranda dərhal həmin bölgəyə aid bir dünya məlumat açılır. Əhali sıxlığı nə qədərdir, natural artım sürəti necədir, demoqrafik tendensiyalar hansı istiqamətdədir, hətta iqtisadi göstəricilər belə. Bax, rəqəmsal təhlil bizə məsəl möhtəşəm imkanı verir. Saysız-hesabsız məlumat qatını bir anın içində üst-üstə qoyub təhlil etmək. Bəs bu müasir yanaşmanın əsas gücü nədədir? Cəmi iki sözdə: sürət və dəqiqlik. Bəli, birincisi inanılmaz sürət, ikincisi isə yüksək dəqiqlik. Məhz bu iki faktor bizə daha çevik və daha doğru qərarlar vermək imkanı yaradır. Beləliklə gəldik yekuna. Bu gün anladıq ki, xəritələr heç də sadəcə bir təsvir deyilmiş. Əksinə, onlar dünyamızı yenidən oxumaq, dərin təhlillər aparmaq üçün çox güclü bir vasitədir. Gəlin öyrəndiklərimizi qısaca bir xatırlayaq. Deməli, xəritəni oxumağın 3 yolu var. Birincisi, vizual gözümüzlə naxışları və formaları görürük. İkincisi, riyazi ağlımızla real dünya məlumatlarını hesablayırıq. Və üçüncüsü, rəqəmsal toxunuşla məlumat qatları ilə birbaşa əlaqəyə giririk. Və unutmayın, bu üsulların hər biri bizə tamamilə fərqli bir hekayə danışır. Yəni artıq əminliklə deyə bilərik ki, xəritə sadəcə bir şəkil deyil. O, danışılmağı, kəşf edilməyi gözləyən canlı bir hekayədir. O, bizim suallarımıza cavab verən, məlumatları gözümüz önündə canlandıran və dünyanı daha yaxşı anlamağımıza kömək edən dinamik bir alətdir. Bəs indi, növbəti dəfə bir xəritəyə baxanda o sizə hansı gizli hekayəni danışacaq? Artıq seçim sizindir. Növbəti dəfə bir xəritə ilə qarşılaşanda ona sadəcə baxmayın, onu oxumağa çalışın. Səthinin altında hansı maraqlı həqiqətlərin gizləndiyini kəşf edin. Təhlil etməkdən heç vaxt çəkinməyin.